Yəni bacarıq deyəndə kurikulum hansı prinsipə formalaşıb? Deməli, şəxsiyyət öyrənimi üçün milli dəyərini bilir uşaq. Və yaxud da ki, məsələn, mən dərs müddətində müəllim olaraq 44 günlük müharibəyə dərsimi həsr edirəm. Şəhidlərimizdən danışıram. Məsələn, General Polad Həkimovdan və yaxud da ki, Muxtar Qasımlıdan danışıram. Yəni, şəhidlərimizlə bağlı danışmış olaramsa, mən neyirəm? Milli dəyərlərimizi formalaşdırıram. Şəhidlər bizim milli dəyərlərimizdir. Və yaxud da ki, mən dərs müddətində Fələstin-Suriya müharibəsini pisləyirəm və deyirəm ki, müharibədə heç bir dövlət qalib gəlmir. Doğrudan elədir, müharibədə heç bir dövlət qalib gəlmir. Müharibədə bütün uşaqlar məğlub olur. Yəni, atasız, anasız qalanlar və yaxud da ki, övladını itirən insanlarla dolu olur. Müharibə çox az-nazaqlı bir şeydir. Düzdür, qalibiyyət gətirmiş olur, uğur gətirmiş olur və yaxud da ki, bütövlük gətirir. Məsələn, 44 günlük müharibə bizə bütövlüyümüzü gətirdi. Bir növ belə deyim də, o içimizdə olan vətənpərvərlik sevgisini ortaya çıxartmış oldu. Amma neçə min şəhidimiz oldu, neçə minin evin çırağı sönmüş oldu. Rəbbim bu millətə müharibə və həmin məqamları təkrar yaşatmasın inşallah. Deməli, mən Fələstin və Suriya müharibəsini pisləyirəmsə, neynəmiş olacaq mənimdir? Deməli, məndə, şairlərdə mən bəşəri dəyərlər formalaşdırıram. Yəni, müharibəni pisləyirəm. İnsanların azadlıq yaşamasına bir növ təbliğ eləmiş oluram. Şəhidlər bizim milli dəyərlərimizdir. Və yaxud da ki, mən dərs müddətində Fələstin-Suriya müharibəsini pisləyirəm və deyirəm ki, müharibədə heç bir dövlət qalib gəlmir. Doğrudan elədir, müharibədə heç bir dövlət qalib gəlmir. Müharibədə bütün uşaqlar məğlub olur. Yəni, atasız, anasız qalanlar və yaxud da ki, övladını itirən insanlarla dolu olur. Müharibə çox az-nazaqlı bir şeydir. Düzdür, qalibiyyət gətirmiş olur, uğur gətirmiş olur və yaxud da ki, bütövlük gətirir. Məsələn, 44 günlük müharibə bizə bütövlüyümüzü gətirdi. Bir növ belə deyim də, o içimizdə olan vətənpərvərlik sevgisini ortaya çıxartmış oldu. Amma neçə min şəhidimiz oldu, neçə minin evin çırağı sönmüş oldu. Rəbbim bu millətə müharibə və həmin məqamları təkrar yaşatmasın inşallah. Deməli, mən Fələstin və Suriya müharibəsini pisləyirəmsə, neynəmiş olacaq mənimdir? Deməli,